Salam dostlar, yeni vlogdan herkese salamlar. Biz bugün Fethiye'ye gedirik. Yolu artıq yarılamışıq. İndi gəldik yemək yemək üçün bir restoran tapmışıq. Orada saxladıq. Maraqlı bir dənə yerə gəlmişik. İndi sizə də göstərirəm oranı. Burada deyəsən çay var. Restoran elə bir ki çayın üstündədir. Maraqlıdır. Hours later. Salam dostlar, biz gəlib Fethiye'yə çatmışıq. Gəldik, çatdıq, başımız qarışdı. Çəkə bilmədim. Buradakı oteli çox da bəyənmədik. Açığı Bookingdən tutmuşuq və Bookingdəki şəkillər, rənglər hamısı çox yaxşı idi. Amma gözlədiyimizdən, belə deyim də, fərqli çıxdı. Burada 5 günümüz var. Əslində basen hissəsi yaxşıdır. Sadəcə otaq biraz balacadır və belə deyim də, avadanlıqlar o qədər də yaxşı, əla deyil. Ona görə bəyənmədik. Görək səhər yeməyi necə olacaq. İndi hazırlaşmışıq. Biraz baseyndə belə deyim vaxt keçirdik. Daha sonra gəldik, hazırlaşdıq. İndi saat 8-də çıxacağıq, gedəcəyik Ölü Dəniz tərəfə, mərkəzə. Biz əslində mərkəzdəyik hal-hazırda, Fethiye'nin mərkəzində. Otel yer olaraq, yerləşim olaraq yaxşı yerdədir. Sadəcə olaraq belə deyim də, expectation and reality söhbəti var. Biraz elə oldu. Bundan öncəki otelimiz yəni daha yaxşı idi. Nəysə, bugün belə hazırlaşdım. Saçımı belə deyim, əslində basendə yığmışdım. Sadəcə xoşuma gəldi bu lukumla. Ona görə düşündüm ki, açmayım. Belə bir bluz geyinmişəm. Gördüyünüz kimi və belə bir ətəyim var. Bunu H&M-dən almışdım. Deyəsən göstərmişdim. Birlikdə belə deyim, belə bir kombin eləmişəm. Belə çantamı və ayaqqabımı geyinəcəm. Saatdan xəbərim yoxdur heç. Gərək saata baxım. Yəqin ki, artıq 8 olar. Gedəcəyik birazdan. Sizin üçün də oraları da biraz çəkəcəm. Gelen turistler acından öldüler.
moments later. Deməli gəldik evə. Bayaq getmişdik biraz Ölü Dəniz belə deyim mərkəzləri gəzməyə. Bizdən əslində piyada 10 dəqiqəlik məsafədədir. Getdik, inanılmaz səs-küydü mərkəz. İnanılmaz, yəni təsəvvür edə bilməzsiniz. Yan-bayan çoxlu restoranlar, mağazalar, nə bilim barlar. Hərəsi ayrı-ayrı musiqilər qoyub və belə deyim də ən yüksək səslə inanılmaz insanlar rahat eləyirdi. Bilmirəm bu təkcə bizdə belədir. Mən yəni çoxdan da elə məkanlarda otura bilmirəm. Səs yəni normadan çox-çox yüksək olanda məni inanılmaz narahat eləyir. Biz yəni oturduq, yeməyimizi yedik, amma ətrafda hər yerdə elə barlar, restoranlar olduğu üçün artıq bir müddətdən sonra insan inanılmaz yorulur. Gəldik evə. Evə dediyim, yəni otelə indi rahatlaşacağam, üzümü, makyajımı yuyum, gedib yatacağam. Bəli, sabah Fethiyedə birinci tam günümüz olacaq. Sabah səhər yeməyindən sonra artıq çimərliyə gedəcəyik. Belə, gecəniz xeyrə. Sabah görüşərək. The next day. Biraz olar durmuşam, hazırlaşdım. İndi səhər yeməyinə gedirik. Gedə görə buranın səhər yeməyi necədir. Dün çox yorulmuşdum. Gələn kimi biraz kitab oxudum, yatdım. Elə, indi gedirik səhər yeməyinə. Səhər yeməyindən gəldik, hazırlaşdım. İndi birazdan çimərliyə gedəcəyik. Dostlarımı gözləyirəm hazırlaşsınlar. Onlar hazırlaşana qədər sizinlə bir şey bölüşmək istəyirəm. Deməli, mən gələndə Berlindən özümə günəş yağı almışdım, zaqar almaq üçün. Aldığım bu Hawaiian, bilmirəm, görsənir, tropical belə bir zaqar yağı idi. Nəysə, mən bunu çəkdim. Və dərim başladı səpməyə, qızarmağa. Açığı birinci dəfə bilmədim ki, səbəb yəni bu günəş yağı ola bilər. Fikirləşdim ki, nəyisə allergiyam olub. Daha sonra səhərsi gün yenə çəkəndə yenə gördüm ki, qızarmağa, səpməyə başladı. Bildim ki, bu günəş yağındandır. Tərkibində səndimə UV kimyəvi maddələr var imiş, ChatGPT-nin dediyinə görə. Eyni yazdakı bu formada əks təsirləri ola bilər. Səpki, qızartı, qaşıntı. Nəysə, mən bunu saxladım. Daha sonra günəş yağım özümlə başqa gətirmədiyim üçün Gratis'ə girdim. Gratis'də eda taşımlar falan yox idi. Ona görə məcburiyyətdən belə bir kakao yağı aldım. Bu da bildiyiniz yağ formasındadır. Yəni sanki kakos yağı kimi, bir də aça bilsəm göstərəcəm. Pis deyil, ancaq biraz belə deyim də komfortlu deyil bunun tətbiqi. Çünki bütün yağ, yəni insan belə yağlı hiss eləyir özünü, dəriyə tam olaraq hopmur. Dünən təsadüfən Fethiye'yə gələndə Migros'a girdik, böyük Migros idi və orada Eda Taşpınar gördüm. Ona görə bunu aldım. Düzdür, artıq 5 günümüz qalıbdı. Amma düşünürəm ki, onsuz da yenə harasa getsəm lazım olacaq. Çünki Almaniyada bunlar yoxdur. Yəni bu Eda Taşpınardan tapa bilmirəm. Mən bunun bomba versiyasında istifadə eləmişəm. Belə qumbara formasında olan. O düzdür, lap yaxşıdır. Ancaq bunu da istifadə eləmişəm. Bu da yəni pis deyil. İndi bunu aldım. Bugün bundan tətbiq eləyəcəm yəqin ki. Açıq biraz artıq qaralmışam. Yəni dünən yoxsurağa gün, bütün günü plyajda olduğumuz üçün yəni xeyli zaqar almışam. Əslində yaxşı oldu dünən yolda olmağımız. Çünki dünən də dənizə getsəydim, yəqin ki, çox pis yanardım. Ona görə bir gün elə belə fasilə vermək çox yaxşı oldu. Belə sizinlə də bölüşmək istədim. Əgər bu günəş yağını almaq istəsəz, məsləhətim budur ki, almayın. Çünki əks təsirləri var imiş. Bir dənə yaxşı cəhəti o idi ki, quru yağ olduğu üçün tez hopurdu. Yəni yağlı hiss elətdirmirdi. Amma onda da insan elə bilir ki, yəni yağ yoxdur. Bilmirəm o günəşin təsirini necə belə deyim götürürdü. Bir də ki, məni yandırmadı. Yəni qırmızı falan olmadım. Birbaşa bronz effekt verirdi. Amma ki, yəni əks təsiri var idi. Onun heç bir müsbət təsiri o əks təsirini belə deyim əvəzləyə bilməz. Ona görə də mən onu
demək olar ağzına kimi doluydu. Bütün boşaltdım. Sadəcə qabını saxladım. Çünki qabı 100 ml olduğu üçün düşündüm ki, bəlkə gələn dəfə lazım olar içinə tökərəm digər günəş yağımı. Belə sizə də məlumat vermək istədim. Ümumiyyətlə ən çox hansı günəş yağını istifadə edirsiniz? Ən bəyəndiyiniz hansıdır? Mən normalda belə deyim, Eda Taşpınar istifadə eləyirdim. Garnierdə istifadə eləmişəm. O da pis deyil. Bakıda əvvəllər yadımdadır, nə bilim, bir 10 il əvvəl falan Garnier istifadə eləyirdim. Son zamanlarda ancaq Eda Taşpınar istifadə eləyirdim. Çox, yəni bəyənirdim. Belə, bəyəndiyiniz başqa günəş yağları varsa, mənimlə də bölüşməyi unutmayın. Bu qədər. Dostlarımı gözləyənə qədər yüngülvari make-up elədim. Üzümdə tonal krem yoxdur. Özümə ton, belə deyim, Aftazagar drop almışam serum formasında. Çünki bədənimə, belə deyim, əvvəl davı tətbiq eləyirdim. O da Aftazagardır. Ancaq onu üzə tətbiq eləmək olmaz. Və fikirləşdim ki, bura gələcəm, zagar alacağam. Amma üzümə SPF tətbiq eləyirəm deyə üzüm zaqarı yəni istəmirəm, belə deyim, günəş şüaları zərər versin. Ona görə də Aftazagar aldım ki, tonal krem tətbiq eləməyəndə üzüm kəskin fərqlənməsin. Mən onu, belə deyim, serumu nəmləndirici kremə əlavə eləyib boynuma və üzümə tətbiq edirəm. Çünki boynuma və üzümə SPF vururam. İndi sizə onu göstərərəm. Müllerdən aldım, gəlməmişdən bir gün qabaq. 7 evroya idi, səhv eləmirəmsə, və çox gözəldir, heç bir əks təsiri yoxdur. Hətta Yuka deyə bir tətbiq var, tərkibini yoxluyur, belə deyim, məhsulların. Orada da çox yaxşı idi, 80 ya 90 belə çıxmışdı. ChatGPT-dən də yazdım, soruşdum, tərkibinin yaxşı olduğunu, həm də üzü nəmləndirdiyini qeyd elədi. İndi sizə onu göstərəcəm. Baxın, həmin Aftazagar budur. Yəni bu serum yağ formasındadır. Dünən də tətbiq eləmişəm, ona görə üzlərim sanki bədənimlə eynidir. Hal-hazırda üzümdə heç bir tonal krem yoxdur. Sadəcə Rumiana, yəni ənlik tətbiq eləmişəm, tuş tətbiq eləmişəm. Çox az concealer gözaltıma və dodaq boyası belə tətbiq eləmişəm. Yəni bunu çox bəyəndim. Uzun müddətdə yəqin ki, istifadə eləyəcəm. Onsuz da yay Berlində çox olmur. Bəlkə yenidən nə vaxtsa isti yerlərə getsəm, tropik yerlərə getsəm, onda lazım olacaq. Gedirik plaja. Bir dənə qəşəng plaj tapmışıq, Kumburnu. Sadəcə Fethiye'də dəhşət yollar, propkaydı, tıxacıydı. Əslində biz başqa yola girdik deyə tez gəldik. Girilebilir. Gedirik, görək necədir. Deməli, biz hal-hazırda Fethiye'nin mərkəzindəyik. Gördüyünüz kimi burada çoxlu paraşutlar enir. Yəni, bütün paraşutlar demək olar ki, bu meydana enirdi. Çox gözəl mənzərə idi. Yaxından izləmək çox xoşuma gəldi. Və hal-hazırda biz Fethiye'nin Maldivləri hesab olunan çox gözəl bir plaja gedirik. Bir az məsafəmiz var. Hardasa piyada 20 dəqiqə yolumuz var mərkəzdən. Ancaq deyilənə görə, videolarda gördüyümə görə çox gözəldir. Suyu inanılmaz şəffafdır. Birazdan oranı sizə göstərəcəm. İzləmədə qalın. Biz maşını saxlamışdıq deyə hardasa 1 kilometr piyada gəldik. Burası çox istidir.
Ona görə biraz çətindir. İçəri giriş əlavə adam başı 100 TL idi, maşınla isə 500 TL. Bizdə əslində eyni şey olurdu, çünki 5 nəfərik. Sadəcə maşınla gəlsək daha gec çatacaqdıq çox güman ki, çünki yol dəhşət probkadır. Görək plaj necədir, hələ ki gedirik. Kumburnu plajına gəlmişik. Qiymətlər Marmaris'ə baxanda burada daha bahadır. Amma dəniz olaraq bura daha gözəldir. Maldivlərə oxşuyur. Suyu ağappaqdır. Düzdür, qum deyil, daşlardır. Biz özümüzə rezin ayaqqabılar almışıq. Baxın, belə ayaqqabılar almışıq. Fikirləşirik ki, yaxşı ki almışıq. Yoxsa burada ümumiyyətlə dənizə o ayaqqabılarsız girməyə çox çətin olardı. Belə, bugün burada keçirəcəyik. Sabah isə çox maraqlı bir yerə gedəcəyik. Sabah oranı çəkəcəm sizin üçün. Bir də bayaq özümə belə 2 ədəd üzük aldım. Təbii daşlardandır. Bu ağ olan səhv eləmirəmsə ay daşıdır, amma qaranın adı yadımdan çıxdı. Qara rəngdə belə bir üzük istəyirdim. Həm də buradan xatirə qalmış olar. Bence deneyin. Pişman olmayacaksınız. Tamam. Pişman olacak ama. Pişman olduğun yerde hemen dönüyorsun. Tekrar geri sana sade bak. Güzelliğe bak. Bu güzelliğe bak. Bütünleşti güzel. Few moments later. Biz bu günü, bütün günü demək olar çimərlikdə keçirmişik. Çimərlik çox gözəl idi, dincəldi, dənizin rəngi inanılmaz möhtəşəm idi həqiqətən də. Oradan da birbaşa gəldik Ölü Dənizin mərkəzinə. Fikirləşdik ki, axşam yeməyini burada yeyək, daha sonra otelə dönək. Və bu qədər Fethiye'nin ilk hissəsini sizinlə bölüşdüm. Vlogumuz burada sona çatır. Davamı növbəti vlogda. Dəstək üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Həmçinin videonun sonuna qədər izləyin. Sonda çox maraqlı kadrlar bölüşmüşəm. Görüşənədək. That's what we're looking for. Yeah. We're all gonna, yeah, later on.